Avtokontrol cihazımıza qaranlıq düşür. Avtomatik olaraq küçə işığımız yanır. Aydınlıq düşdükdə, sabah açıldıqda isə küçə işığımız sönür. Bayırdakı və küçələrdəki işıqlandırmanı nə qədər yandırıb söndürmək çətin olsa da, bəzən də yadımızdan çıxır. Bu isə əlavə elektrik sərfiyyatına gətirib çıxarır. Bugünkü cihazımızla bu problemimizi həll edəcək. İşıqla avtomatik kontrol cihazı nədir? Haralarda istifadə olunur? Nə qədər dayana bilər? Hansı işlərimizdə bizə daha sərf eləyir? Və işləmə voltajları, işləmə amperləri haqqında deyinəcək və qoşulması da necə olmalıdır? Çox asab bir qoşulması var, onsuz bir dəfə izah eləməklə cəmi yəqin ki, tutacaqsınız ki, necə qoşmaq olar, necə bağlamaq olar, necə işlətmək olar bu cihazı. Elə isə vaxt itirmədən keçək videomuza. Hər kəsə salam. Bugünkü videomuzda avtomatik kontrol cihazlarından danışırıq. Avtomatik işıqla kontrol cihazı deyək. Daha doğrusu fotokontrol cihazı gedir. Burada da yazılıb fotokontrol və üzərində işləmə amperi və işləmə voltajı haqqında qeydlər var. Və burada da naqillərin bağlama şəkilləri, rəhləri haqqında məlumatlar yazılıb. Bu demək olar ki, ortalama bütün kontrol cihazlarının üzərində bu cür datasheet olur və bəziləri də korobkada olur. Bu korobkada olmayan bir modeldir. Yəni sadə açıq satılan ən ucuz modellərdən biridir. Qiyməti də ortalama 5 manatdan 15 manat arası belə dəyişən aralıqlar var və daha bahalıları ola bilər. Təbii ki, mən ortalama evlərdə istifadə olunanların qiymətlərini dedim. Bu ən ucuzlarındandır, ən ucuz kasalardan. Bugünkü videomuzda bunları necə qoşmaq olar, haralarda işlətmək olar, naqillərini necə bilmək olar ki, nə girişdir, nə çıxışdır. Çünki bəzən burada naqillərin yönləri tərs ola bilər. Yəni YouTube-da bəzi videolara baxdım. Məsələn, qara birinci ola bilər, qırmızı ikinci ola bilər. Yəni bunlara da allanmadan necə bu cihazımızı düzgün şəkildə qoşa bilərsiniz, bunu göstərəcəm. İlk öncə burada üzərində yazılan datasheetinə baxırıq. Gördüyünüz kimi fotokontrol cihazı yazılıb və AC 10 amperdə, yəni işləyə bilər. AC 220 volta qoşulur və 10 amper dəstəkləyir. Burada isə load rate line black və not white olaraq yazılıb. Burada notu notr olaraq, line faza olaraq və load-u da çıxış olaraq bilin. Burada 0 fazanın fərqi yoxdur. İstənilən qoşula bilər. Yəni 0 buna qoşulsa və ya faza buna qoşulsa heç bir problemi yoxdur. Çıxışda da eyni şəkildə yəni burada tapmaq lazımdır artıq. Yəni 0-u girişə qoşubsuz, yoxsa fazanı girişə qoşubsuz. Digərində lampaya da diqqət yetirmək lazımdır. Əgər 0-u girişə qoşubsuzsa, demək ki, burada 0 gələcək və fazanı da əlavə lampaya bağlamaq lazımdır. Tərsinə isə tərs məntiqdən iş görmək lazımdır. Və burada mən qapağını açıram bunun. Biraz sərt oldu, amma açdım. Burada gördüyünüz kimi naqilləri daha rahat bilmək olar. Naqilləri araladığımız zaman biri relənin ortaq qənədinə gəlir, komuna. Relənin komuna gələn bizim çıxışımızdır. Burada da gördüyünüz kimi biri diodlara gəlir və digəri də burada həm kondensatora, həm də ki reləyə gəlir. Demək, bu bizim girişimizdir. Girişi hansına qoşuruqsa, yəni qaranın hansına qoşuruqsa, buradan qırmızıdan da 10 alacaq. Yəni 0 qoşsaq 0 alacaq, fazanı qoşsaq fazanı. Burada da digər qənəd görürük. Bu digər qənəddə burada diodlara girir. Diodlardan da doğruldulmuş şəkildə bizim kontrollerimizə falan və ya reləmizə voltaj bölücülər vasitəsilə istənilən voltajlara düşürülüb istənilən dəyərlər girir. Yəni bizdə burada bilmək lazım olacağımız kondensatora girən ucu və burada relənin ortaq qənədinə girən ucu və diodlara girən ucunu tapdıqdan sonra kondensatordan diodları biz 0 faza olaraq götürürük. Burada olan relənin komuna girən isə ortaq uc kimi, yəni çıxış ucu kimi götürürük. Yenidən korobkasına qoyanda isə bu cür qırmızını ayırırıq. Qara ilə ağı isə burada çıxarırıq. Bizdə qara qırmızıya gedən xəttdir. Eyni zamanda korobkasını da bağladığımız zaman cihazımızı yenidən işlədə bilərik. Burada da bir ədəd şurub və yaxud da ki bolt qayka bağlamaq üçün yer var. İndi isə bağlantılara gəlirik. Şəbəkə olaraq bu cür naqil götürürəm. Küçə işığı olaraq isə bu cür bildirici işıq istifadə edəcəm. İlk öncə işığımın arxasındakı şurupları boşaldıram. Çünki bağlantılarımı burada edəcəm. Naqilimin mənfi qənədini 0 olaraq götürürəm. Naqilin mənfi qənədindən buradakı ağ kabeli
ortaq uç kimi götürürəm. Və bir-birinə bağlayıb küçə işığıma bağlayıram. Digər fazanı isə burada reləmə bağlayıram. Relənin qara ucuna bağlayıram. Yəni ki, qara bizim konumuza gedən, ortaq ucumuza gedən qənəd idi. Digərini isə lampamıza bağlamalıyam. Burada qırmızı çıxışımız idi. Çıxış isə yenidən lampaya bağlayıram. Burada bağlantı məntiqimiz bu cür oldu. Demək, nolumuz birbaşa həm cihazımızı işlətmək üçün istifadə olundu, həm də ki, lampamızı işlətmək üçün bir qənədə ucuca bağladıq. Fazamız həm cihazımızı işlətmək üçün oldu, həm də ki, lampamıza gedən çıxış ucuna faza vermək üçün fazamızı cihazımızın qara kabelinə qoşuruq. Və təhlükəsizlik üçün də faza olduğu üçün üstünü izolyasiya bandı vasitəsilə bağlayıram. Və buradan da cihazımıza faza girir, həm cihazımızı işlədir, həm də ki, cihazımızdan çıxış almaq üçün fazanı verməliyik. Gördüyünüz kimi küçə işığımıza artıq bağlantımız getdi. İndi isə bunu şəbəkəyə qoşuram. Və bu qədər. Artıq qaranlıq eləyəndə küçə işığım yanmalıdır. Gördüyünüz kimi küçə işığım yanır və yaxud da ki, həyətdəki işıq. Gün çıxdığı zaman isə yenidən sönür. Və burada ortada bir zaman var, yəni təxminən bir 5 saniyəlik zaman aralığı var. Yəni bağlayan kimi tez bir şəkildə sönmür. Bu da ki, bir buludluq oldu və yaxud da ki, bunun qabağından nəsə keçdi. Bir qaranlıq olduğu zaman tez-tez lampanı yandırıb söndürməsin deyə istifadə olunur o aralıq vaxtı. Gördüyünüz kimi cihazımız problemsiz şəkildə işləyir. Digər cihazlar da bu şəkildə qoşulur. 220 ilə olmasın, 12 voltla olsun. Giriş çıxışını əsas tapın. Olmadı, kitabçasında da yazılır bu giriş çıxışlar. Əsasən bu cihazımız nə idi, haralarda istifadə olundu onu bildik. Bu cür bir cihaz almaq istəyirsinizsə, təxminən necə işləyir, bundan bir məlumatınız oldu, bir anlayışınız oldu və qoşulma şəkilləri də çox bəsitdir. Bir giriş, bir çıxış, bir də cihazımızı işlətmək üçün nol xətti verdik, bu qədər. Ümid edirəm ki, videonu bəyəndiniz, ümid edirəm ki, fikirlərim anlayışlı oldu. Bu cür bir cihaz alsaz, artıq necə qoşmaq olduğunu bildiniz yəqin ki. Bu cür videoların davamı gəlmək üçün kanala dəstək olmağı, videonu bəyənməyi unutmayın. Bu cür videoları tez bir şəkildə tez-tez yükləyəcəm. Short videolar vasitəsilə və yaxud da ki, anlatım videoları vasitəsilə yükləyəcəm. İnşallah ki, davamı gələcək. Sizdən sadəcə dəstək gözləyirəm, bu qədər. Çox sağ olun. Var olun, videonu axıra kimi izlədiniz. Gələcək günlərdə daha aydınlıq sabahlarda görüşənədək.